Saat 04:04. Bir tərəzi bürcündən danışaq. Bilirsən necədir? Kitab cümlələrinə ehtiyac yoxdur. Tərəzi həyatında olmaq bir xəstəlikdir. Ya öldürür, ya ölür. Tərəzi bürcünün sevgisini dadmaq, anlamaqdır. Bu dünyada bir tərəziyə aşıq olmaq, bir ömür öz ruhunu onun zəncirinə bağlamaqdır. Tərəzinin ətrini duyanda niyə ayrı qalmaq olmur? Tərəzi bürcünün sevgisini dadanda niyə ayrı qalmaq olmur? Görməyənmi darıxırsan? Ya tərəzi bürcünün həyatında olmaq üçün hər şeydən vaz keçəcəksən, ya da öz ruhunu tərəzinin əlinə təslim edəcəksən. Bir tərəzinin nüsxəsi bir dünyadır. Gözünün ağı qarası qədər sevən bir dünyadır. Tərəzinin ruhunu anlamaq ən böyük sədaqət anlamaqdır. Unutma, bir tərəzi varsa sevgində, orada sal işarə.